Əziz dostlar, sabahınız xeyir olsun. Sizi Diyarbakırdan salamlayıram. Bugün Diyarbakırda sizə qaldığımız oteli göstərəcəm. Baxın, o maşının daxil olduğu yer Sur çarşısıdır. Diyarbakırın mərkəzi küçələrindən biridir. Bu küçə isə, bizə tərəf olan küçə isə Ciyərcilər küçəsidir və burada mən bugün sizə Mitra oteli göstərəcəm. Hansı ki biz bir gecə qonaqladıq. Çox səliqəli, təmiz bir oteldir. Bakın burada da karşısında Ciyərci Ramazan Ustanın yeri var. Ümumiyyətcə cənub ərazilərdə, cənub-şərq ərazidə adət var. Səhərlər 6-dan 9-a ona qədər ciyər yemək adəti var. Ciyərci Ramazan, qarşıda Sultan Konağı var. Ümumiyyətcə buralar ciyərci küçələridir. Ciyərcilər sokağı daha doğrusu. Bu isə Mitra oteldir. Yeni bir oteldir, yəni yeni təmir olunub bir il əvvəl. Otaqları çox səliqəlidir. Personal çox qəşəng gülərüz personalı var. Bax, burada otelin girişidir. Bu tərəfdə isə park yeri var. Gəlib qəşəng maşınınızı təhlükəsiz şəkildə qarşıda park edə bilərsiniz. Və buradan otelə daxil olursunuz. Balaca butik bir otel, səliqəli, gözəl. Orada həyəti də var. Həyəti alaçatı stilində bəzədilib. İndi göstərəcəm. İndi isə otelin qısa olaraq içinə baxaq. Və burada otelin sahibi də gənc biznesmendir. Kemal, onların otelidir. Və indi qismət olsa onunla da danışarıq. Bura resepsiyondur girən kimi. Hər şey səliqəli, qəşəng. Merhaba, kolay gəlsin. İndi hal-hazırda səhər yeməyinin vaxtıdır. Burada çox turistlər də var idi yeməkdə. Hər yer səliqəli, qəşəng. Səhər yeməyi də açıq büfe şəklindədir. Buradan alıb keçib oturursunuz, rahat yeməyinizi yeyirsiniz. Buradan isə çıxırıq həyətinə. O buranı alaçatı stilində bəzədiblər. Göstərim sizə. Qəşəng burada da oturub səhər yeməyi yeyə bilərsiniz. Biraz aşinayım. Yani Toki'de yapılan da normal bir kayıtın yaptığı asla değil. Toki'ler çok sağlam. Kesinlikle. Ya bir de kâr marjı diye bir olay var. Şimdi bakın burada kənardan otel belə görsənir. Beyaz oteldir. Otaqlarda, nömrələr də çox səliqəli, qəşəng. Rahatlıqla gəlib qala bilərsiniz. Bəli əziz dostlar, Kemal buradadır. Kemal qardaş buranın sahibidir. Merhaba, hepinize merhaba arkadaşlar. Teşekkürler. Öncelikle ben çok teşekkür ederim. Her şey çok iyiydi, çok beğendik ve buyur sen ne söylemek istersin bizim Yani izleyicilerimize? benim de sizler için deyimim açıkçası sizleri ağırlamaktan çok mutluluk duyduk. Otelimizde sizin gibi nezih insanlara ev sahipliği yapmak bizim için bir onurdur. Her zaman sizi ve sizden gelenleri bekleriz. Çok teşekkür ederim. Ben de herkese tavsiye ederim ki gelsinler. 3 gün, 5 gün. Yani burada bir de konum olarak ben çok iyi bilmiyorum. Şimdi gezmeye çıkınca sen anlat. Otelimiz tam tarihi Suriçi çarşısında yer alıyor. Bütün tarihi lokasyonlara yürüme mesafesinde. Zaten otelimiz butik, 1 yıllık bir otel, 26 odalı. Yani gezmek için gelecek misafirlerimiz için biçilmiş kaftan bir otel. Hemen arka tarafımızda Ulu Cami yer alıyor. Hasanpaşa'mız, Sürüklühan. 4 ayaklı minare ve bütün tarihi lokasyonlar bizim otelimizin olduğu konumda yer alıyor. Her yere yürüme mesela. Aynen, her yere yürüme mesafesi. Bu arada teşekkürler. Bize de Kemal kardeş xüsusi ilgilen yazdı bir verdi ki hara getmək lazımdır. Yani tek bize herkes de böyle Yok, bütün ilgilenir. misafirlerimiz aynı. Bu da bir xüsusi özelliğiydi. Buyurun gelin Diyarbakır'a ve Mitra Oteline. Aynen. Hepinizi bekleriz arkadaşlar. Çok teşekkürler. Görüşürüz. Böyle aziz dostlar, bununla da Diyarbakır'da tam mərkəzdə yerləşən Mitra Oteldən olan videomu yekunlaşdırıram. İnşallah növbəti videolarda görüşənədək sağ olun, var olun.